Əziz və dəyərli şagirdlər, bugünkü mövzumuz modul işarəsi daxilində dəyişənə olan tənliklər və irrasional tənliklərdir. Modul işarəsi daxilində olan tənlik deyəndə, yəni dəyişənimiz modulun içində olan tənliklər olacaq. İrrasional tənliklər isə dəyişənin kökün altında olan ifadələr olacaq. Dərəcəmiz n dərəcədən yazaq ki, 2 dərəcəli, 3 dərəcəli və s. Yəni modul tənlik deyəndə ilk dəyişən modulda olmalıdır. İrrasional deyəndə isə kök altı ifadə olmalıdır. Başlayaq birinci misaldan. Deyir, tənliyi həll edin. Tənliyi həll etmək üçün yadınızda qalsın uşaqlar, həmişə birinci, əgər orada kök varsa, kökü solda saxlayırıq. Bir sözlə kökü təkləyirik. Kök 3x bərabərdir 8 çıx 2. Bu da bizə verir 6. Yəni 2-ni atdıq sağ tərəfə. Müsbət idi, keçdi sağa oldu mənfi. Sonra biz kökdən azad olmalıyıq. Kökün dərəcəsinə baxırıq. Kökün dərəcəsi əgər ki 2 isə, biz onda hər tərəfi yüksəldirik kvadrata. 3 dərəcə olsaydı, biz də 3 dərəcədən qüvvətə yüksəldərdik. Yəni məqsədimiz kökü yox eləməkdir. Burada köklə kvadrat gedir. Qalır 3x bərabərdir. 6-nın da kvadratı 36. X də bərabərdir. 36 bölü 3. Bu da bizə 12 verir. Cavabımız oldu Y variantı. İkinci sualda eynisidir. Özünüz işləyəcəksiniz. Üçüncü suala baxaq. Demək, bizə deyir ki, tənliyin neçə həqiqi kökü var. Burada isə biləcəyimiz iş odur ki, biz əgər baxırıq ki, hasil sıfıra bərabərdirsə, hasildə olan vuruqların hər birini, yəni ifadələrin hər birini sıfıra bərabərləşdirməliyik. Yəni 4 dərəcədən x minus 1 bərabərdir 0. Bir də x üstü 4 minus 16 bərabərdir 0. Gəlirik, burada baxırıq ki, deməli, kökün altından 0 cavabı çıxıbsa, demək, kökün altındakı ifadəmiz də 0 olmalıdır ki, 0-ın kökü 0 verir. Buradan da tapırıq ki, x bərabərdir 1. Burada yenə x üstü 4 bərabərdir. Mənfi 16-nı sağa atsaq, müsbət 16. Bu da o demək ki, hansısa ədədin üstü 4 qüvvət 16 verir. Bu da təbii ki 2-dir. Sadəcə 4 dərəcə cüt olduğuna görə, yazıram qabağından cüt olduğuna görə, cavab həm 2 çıxır, həm də mənfi 2 çıxır. Çünki mənfi 2 ilə 4 dərəcə yüksəltsək, baxın burada yazıram, mənfi 2 ilə 4 dərəcə yüksəltsək, üstü cüt olduğuna görə müsbət 16 çıxar. Demək, bizim hal-hazırda 3 dənə kökümüz var. Bizə sual verir ki, tənliyin neçə həqiqi kökü var? Əslində 3 görsənə bilər. Amma yadınızda qalsın ki, köklü tənliklərdə mütləq ki, tapdığımız kökləri aparıb kökün altında yoxlamaq lazımdır ki, kökün altındakı ifadə həmişə nə olsun? Müsbət ya da 0. Kökün altında mənfi cavab ola bilməz. Onda kökün mənası olmur. Əsasən də cüt dərəcəli köklərdə. Burada qeyd edeyim, cüt dərəcəli. Tək dərəcəli kök olsaydı, məsələn 3 dərəcəli bir kök olsaydı, orada hər bir şey ola bilər. Orada yoxlamağa ehtiyac yoxdur. Çünki tək dərəcəli kökdə mənfi də ola bilər, müsbət də. Əsas, yəni bizim ehtiyat edəcəyimiz yerlər mütləq ki, cüt dərəcəli köklərdə yoxlanmalıdır. İndi bizim cüt dərəcəli kökümüz belə idi, 4 dərəcədən x minus 1. Biz burada, baxın, birinci 1 tapmışıq. 1 qoysaq, olacaq 1 çıx 1, 0, oradan 0 çıxacaq. Sonra 2 qoysaq, olacaq, kökün altında 2 çıx 1, kök 1, oradan 1 çıxacaq. Mənfi 2 qoysaq, mənfi 2 çıx 1, kökün altında mənfi 3 olacaq. Deməli, kökün altında mənfi alındığına görə biz bu kökü götürmürük. Yəni, mənfi 2 kökünü atırıq. Onda bizim işimizi, yəni misalımızı ödəyən 1 və 2-dir. Ona görə tənliyin 2 kökü var. A variantı. Yəni, tapan kimi gedib orada cavabı götürməyə tələsməyin. Mütləq ki, fikirləşin ki, irrasional tənlik, yadınızda qalsın ki, Allahda. 3 dənə əsas tənliklər var. İrrasional, yəni köklü tənliklər, sonra modul tənliklər, bir də kəsirli, yəni kəsir məxrəcində verəndə kəsir, rasional tənliklər. İrrasionalda yoxlayanda nə olmalıdır? Kökün altında mənfi olmamalıdır. Modulda, irrasionalda kökün altında yoxlayırsınız. Kökün altında. Modulda
cavabı yoxlayırsınız. Yəni modulun cavabı belə müsbət olan. Kəsri rasional desin, məxrəci yoxlayırsınız. Aparıb yəni tapdığınız kökü məxrəcdə yoxlamalısınız. Məxrəcdə yoxlayın. Məxrəc gərək sıfırdan fərqli olar. Sıfır versə həmin kökü götürməyəcəksiniz. İrrasionalda mənfi versə götürməyəcəm. Modulda da yenə də cavab əgər modulun cavabı mənfi görsənirsə, onda o cavabı götürməyəcəm. İnşallah ki, misalların içində yavaş-yavaş bunları görəcəyik. Dördüncü misalda işləyək. Yenə də 4 dərəcədən x. Bu mötərizə ilə 4 dərəcə x arasında əslində vurma var. Bir-iki vurma yazılmır. Ona görə biz yenə bunların hər birini ayrı-ayrılıqda sıfıra bərabərləşdiririk. 4 dərəcədən x bərabər 0. Bir də x üstü 4 minus 1 bərabər 0. Yenə burada kökdən 0 çıxıbsa x-in özü də 0-dır. Burada da x üstü 4 bərabərdir. Mənfi 1 sağa atdıq, müsbət 1. X də bərabərdir. Deməli, ya 1-dir, ya da mənfi 1-dir. Çünki dərəcəmiz ciddi 3 kökümüz var. İndi görək hansı ödəyir, hansı ödəmir. Yenə gəlir əsas kökün altına yoxlayırıq. 0-ı qoysaq, kök 0 çıxacaq. 1-i qoysaq, 1 çıxacaq. Yenə mənfi 1-i qoya bilmirik. Mənfi 1 qoya bilmədiyimizə görə, ona görə mənfi 1 kökünü atırıq. Əlimizdə 0 və 1 qalır. Neçə həqiqi kökü var? Yenə 2 həqiqi kökümüz var. 5-ci sual. 5-i mən eləyəcəm, 6-nı siz eləyərsiniz, çünki oxşarıdır. Yenə mötərizələrin hasilini görürük. Hasil 0-dırsa, hər birini 0-a bərabərləşdirməyə çalışırıq. Yəni, bu mötərizələri vurub açmırıq. Əvvəl olanda 3x üstəgəl 2 bərabərdir 0. Bir dəfə də kök x çıx 4 bərabərdir 0. Əsas məsələ x-i solda saxlamaq, yəni təkləməkdir. 2-ni sağa atdıq, mənfi 2. Çünki məchulu axtaranda biz adda məchulu solda yazırıq. Buradan indi uşaqlar 3x nə deməkdir? Yəni də 3 vur x deməkdir əslində. Ona görə biz geriyə qayıdırıqsa bölməliyik. Mənfi 2-ni 3-ə bölməliyik. Bir kökümüz hazır. Gəldik bura, kök x bərabərdir, mənfi 4 atdıq sağa, müsbət 4. Hər tərəfi kökdən azad eləmək üçün dərəcəmiz 2 olduğuna görə hər tərəfi kvadrata yüksəldirik. Kök getdi, qaldı x bərabərdir, 4-ün kvadratı, yəni 16. Deməli, ikinci kökümüz də 16-dır. Bizə sual verir ki, tənliyini həll edin. İndi baxırıq ki, misalın içində köklü ifadə var. Kök x minus 4 var. Yadımızda qalsın ki, uşaqlar, köklü ifadədən tapdığımız kökü yoxlamağa ehtiyac yoxdur əslində. Çünki o kökün özündən yaranır. Məsələn, 16-nı burada yoxlamağa ehtiyac yoxdur. Çünki 16 ilə köklü ifadənin özündən yaranırsa, demək 100% onu ödəyəcək. Biz əsas digər tənlikdən tapılan kökü gətirib yoxlamalıyıq. Yəni, mənfi 3-də 2. Gətirib kökün altına qoysaq, mənfi 3-də 2. Çıx 4-ü yazmasaq da olar. Artıq buradan görək ki, cüt dərəcəli kökün altında mənfi ifadənin olması mümkün deyil. Bunda kökün mənası olmur. Yəni, ona görə də deyir ki, mənfi 3-də 2 bizim işimizə yaramır. Kənar kökdür. Yəni, yazırıq ki, 2. Yəni, kənar kök. Ancaq 16-nı götürüb, bizdən tənliyi həll edin deyirdi. Yəni, tənliyi cavabını götürür. Əgər 16 da ödəməsəydi, onda biz boş çoxluq. Baxın, burada y variantı boş çoxluq da var. Amma onu bilin ki, köklü ifadənin özündən tapılan kök həmişə onu ödəyir. Gəldik 7-ci tipli suala. Bayaqdan işlədiyimiz köklü tənliklər idi, yəni irrasional idi. İndi isə modul tənlik gəlir. Modul tənlikləri ümumiyyətlə həll eləmək üçün onu deyək ki, tutaq ki, modul x-i uşaqlar, xüsusi halları deyək birinci. Tutaq ki, modul x-i bizə verib 0, onda deyəcək ki, x bərabərdir 0. Yəni, bir hal mümkündür. Əgər desək ki, x bərabərdir 5, modul x daha doğrusu, onda biz deyəcək ki, x ya 5-dir, ya da mənfi 5-dir. Deməli, əgər sağ tərəfin müsbət ədəd olarsa, onda biz 2 tənlik işləməliyik. Modulun içindəki ifadəyə bir dəfə sağdakı ədədi olduğu kimi yazırıq, yəni 5. Bir dəfə də sağdakı ədədi mənfi 5 yazırıq. Məsələn, başqa bir tənlik verirlər. X çıx 2 modulda bərabərdir deyək ki, 17-yə. Baxırıq ki, birinci sağ tərəf müsbətdir. Onda deməli, mən 2 tənlik işləməliyəm. Bir dəfə x çıx 2-yə müsbət 17 kimi baxıram. Bir dəfə də x çıx 2-yə mənfi 17. Yəni, bu tənlik tiplərin hamısında 2 tənlik işləyəcəksiniz. Əgər ki, sağ tərəf müsbət olarsa.
Məsələn, burada deyirsiniz ki, x bərabərdir. Mənfi 2-ni sağa atdıq, 17 üstəgəl 2, 19. Burada da x bərabərdir. Mənfi 17 üstəgəl 2, deyir, mənfi 15. 2 dənə köküm var. Mənfi 15-dən 19. Həqiqətən də yerinə qoysam ödəyər. Bəs xüsusi hallar başqa nədir? Əgər ki, modul x-i verib bizə bərabərdir, tutaq ki, mənfi 5. Burada uşaqlar durub bir dəfə mənfi 5, bir dəfə müsbət 5 yazmaq olmaz. Yalnız bir də təkrar edirəm, sağ tərəf müsbət olarsa biz iki tənlik işləyirik. Qalan bütün hallarda diqqətli olmalıyıq. Əgər mənfidirsə, deyirik ki, modulun cavabı mənfi ola bilməz. Bu tənliyin cavabı boş çoxluqdur. Burada bizə belə verə bilər. Modul x kiçikdir 0-dan. İnşallah bərabərlik keçəcək. İndidən bilək. 0-dan kiçik olmaq nə deməkdir? Yəni mənfi olmaq deməkdir. Ona görə bunun da cavabı nə olacaq? Boş çoxluq. Sonra belə verə bilər. Modul x kiçik bərabərdir 0-a. Burada artıq dedik ki, kiçik söhbəti mümkün deyil. Çünki kiçik ola bilmir. Yalnız bir dənə nə ola bilər? 0-a bərabər ola bilər. Burada artıq boş çoxluq götürmürsünüz. Başqa bir də belə verə bilər. Modul x böyükdür 0-dan. Onda deyirik ki, x onsuz moduldur. Modulda həmişə 0-dan nə olur? Böyük olur. Burada belə bir cavab yazırıq. Mənfi sonsuzluqdan əslində müsbət sonsuzluğa kimi yaza bilərdik uşaqlar. Amma nə yazırıq? 0-a qala bilmir, 0-a bərabər işarəsi verməyib. Ona görə mənfi sonsuzdan 0-a birləşmə 0-dan müsbət sonsuzluğa. Bəs nə vaxt mənfi sonsuzdan müsbət sonsuzluğa böyük bərabər olsa, onda 0 da aldığına görə artıq arada kəsmə olmur. Mənfi sonsuzdan müsbət sonsuzluğa kimi götürə bilərik. Yəni, deməli, nə edirik? Modul misalları gördük. Əsas baxırıq sağ tərəfdə ədəd. Yəni, modulun özü solda təkdirsə, sağdakı ədədi müsbətdirsə 2 tənlik işləyirik. 0-dırsa 0, artıq ondan başqa bütün hallarda diqqətli oluruq. Mənfi olan hallarda həll yoxdur, boş çoxluqdur. Bərabər olan hallarda həm 0 götürürük və mənfi sonsuzdan müsbət sonsuzluğa kimi. Yəni, bu qədər qısa məlumat verdim. İnşallah misalların isə daha geniş ətraflı məlumat veriləcək. İndi 7-ci sualda baxırıq ki, uşaqlar bizə verib ki, modul ifadə verib. Birinci həmişə misal araşdırın ki, mən nə etməliyəm, hansı yolla getməliyəm. Ondan sonra yola çıxın. Yəni, təcrübəli işləmək lazım deyil. Sağ tərəfinə baxırıq ki, sağ tərəfində müsbət 3 verib. Yəni, sağ tərəfi müsbətdirsə, mən demək burada 2 tənli işləməliyim. Birinci, x üstəgəl 3 böl, yəni modulun içində nə görürük? Hər şey yazırıq. Bərabərdir, bir dəfə 3 deməliyəm. Bir dəfə də həmin ifadəni təkrardan yazıb, amma bu səfər mənfi 3 deyirəm. Yəni bu ifadə modulun içindəki 3 olsa cavab 3 çıxar, bir də mənfi 3 olsa oradan 3 çıxa bilər. Getdik bu misalı işləməyə. Necə işləyirik? Kəsir varsa, kök varsa, modul varsa həmişə təkləyirik. Yəni bu kəsiri saxladıq solda, mənfi 1 atırıq sağa. Olur 3 üstəgəl 1 bərabərdir 4. Sonra bilirik ki, çarpaz vurmaq, 2-ni 4-ə vurmaq olar. X üstəgəl 3 bərabərdir. 2-ni 4-ə vurduq 8. X də bərabərdir. 8 çıxı 3, 5. Gəldi bu misalda da yenə kəsri təklədik. Mənfi 3. Mənfi 1 sağa keçdi, oldu müsbət 1. Bu da mənfi 2 verir. Yenə 2-ni mənfi 2-yə çarpaz vursam, x üstəgəl 3 bərabərdir mənfi 4. X də bərabərdir mənfi 4 çıx 3. Bu da bizə verir mənfi 7. Tənliyin köklərinin cəmini tapın. Kökləri bizdə 5-dir. Üstəgəlisi bir də mənfi 7-dir. 5 ilə mənfi 7. Müsbət mənfi 9-dur. Oldu 5 çıx 7. O da bizə verir mənfi 2. Cavabımız oldu B variantı. 8-i özünüz təkrar bir dəfə 2-yə, bir dəfə mənfi 2-yə bərabərləşdirəcəksiniz. Gedirik 9-cu suala baxırıq. 9-a bizə deyir ki, tənliyi həll edin. Birinci demək, tənliyi həll edilməliyik. Və 5x plus 1 ifadəsinin qiymətini tapın. Demək, deyir ki, bu ifadəni tapmaq üçün mənə x lazımdır. X-i da mən bu tənlikdən tapmalıyam. Ona görə gedirik, birinci bu tənliyi həll edək. Yazıram, x kvadrat üstəgəl 7x bərabər x üstəgəl 3. Bəs bu tənliyi həll eləmək üçün mən nə etməliyəm? Baxıram ki, kök varsa, birinci işimiz həmişə kökdən azad olmaqdır. Kökün də dərəcəsi 2 olduğuna görə hər tərəfi yüksəldirik kvadrata. Kvadrat kök apardı, qaldı x kvadrat üstəgəl 7x.
bərabərdir. Bu da müxtəsər Roma düsturuna görə x kvadrat üstə gəl 2 bölü 3 6, 6x üstə gəlinsin 3-ün kvadratı 9. X kvadratda hər iki tərəfdə olduğuna görə atırıq. 6x'i sola atsaq, 7-dən x-dən 6x'i çıxarıq, bərabərdir 9. X də bərabərdir 9 oldu. 9'u gətiririk, həmin bu ifadədə yerinə qoyuruq. Hansı ifadə idi ki, 5x plus 1. 5 vurulsun, x-in yenə 9 qoyuruq, üstünə 1 gəlməliyik. 45, üstünə 1 gəlsək, 46. Cavabımız oldu B variantı. Eyni ilə deməli 10-cu sualda işləyək. 10-cu sualda isə kökün altında kvadrat olmadığına görə bunu da işləyəcəm sizin üçün. Deməli, birinci işimizdir ki, hər tərəfi kvadrata yüksəltməkdir. Kvadrat kök apardı, qaldı x plus 1. Sağda isə 11-in kvadratı 121, çıxdırsa çıx, 2-ni vururuq 11-ə. Ya da belə də gəlir, 11 əvvəlcə x-a vururuq 11x, sonra 2-yə vura bilərsiniz 22x plus mənfi x-in kvadratı müsbət x-in kvadratını verir. Çünki kvadratın nəticəsi həmişə müsbətdir. İndi burada sağda solda x kvadratdan ata bilmirik, bəs onda nə etməliyik? Onda x kvadratı hardadırsa, ora getmək lazımdır. Yəni x üstə gəl 1-i aparmaq lazımdır x kvadrat olan yerə. X kvadratı burada deməli bizdə var idi, mənfi 22x var idi sağda. Bu x də gəldi soldan, oldu yenə mənfi x. Sonra burada var idi sağda, üstə gəl 121. Bu 1 də sağa keçdi, oldu mənfi 1. Və bərabər 0. Çünki soldakıların hamısı sağa keçdi. Oldu x kvadratı çıx 23x, üstə gəl 120. Bərabərdir 0. İndi biz buradan x-ləri tapmalıyıq. Tənliyimiz kvadrat tənlikdir, çevrilmiş kvadrat tənlikdir. Qabağı əmsal 1 olduğuna görə. Viet teoremindən istifadə eləsək, nə deyəcəyik? Cəmi, sözən də bilərik, cəmi müsbət 23, x-in əmsalının əksini götürürdük. Hasili isə 120 verən ədədlər. Bunlar hansı ədədlərdir? Onu tapmaq lazımdır. Demək, 23 olması üçün, axı 3-lə bitməsi üçün 15 və 8 deyə bilərik. 15 və 8. Vuranda 120 eləyir, toplanda da 23. İndi biz dedik ki, 2 dənə kök tapdıq. Mütləq ki, baxırıq ki, bizim ifadəmiz əvvəldən necə idi? Silin buradan görünsün. Baxın şöyle. Kök x üstə gəl 1 bərabərdir 11 çıx x. Düzdür? Kökün cavabında da içində də yerinə qoyub yoxlamalıyıq. Məsələn, 8-i, birinci 15-i qoyaq. Nə olacaq? Kök altında 15 üstəcə 1. Bərabərdir 11 çıx 15. Burada kök altı 16 alınır. Buradan 4 çıxır. Amma sağda isə 11-dən 15 çıxanda mənfi 4 alınır. Ziddiyyət təşkil edir. Görürsünüz? Yəni bir tərəfi müsbət 4 alınır, bir tərəfi mənfi 4. Bərabərlik ödənmir. Ona görə də bərabərlik ödənmədiyinə görə 15 kökünü atırıq. Sonra 8 yoxlayırıq. Kökün altında 8 üstə gəl 1 bərabər 11 çıx, yəni 8 qoyuruq. 8-in üstünə 1 gəlsə 9, buradan 3 çıxar. 11-dən 8 çıxanda buradan da 3 çıxar. 3 3-ə bərabər olduğuna görə deyirik ki, bizim kökümüz 8-dir. Təkrar deyirəm, həmişə də deyəcəm. Mütləq ki, kök, modul və kəsr tənliklər görsəz, bunları yoxlamaq söhbətini yaddan çıxartın ki, mən tələsməyim kökləri götürməyəm. İndi 8-i tapdıq, bizə deyir ki, burada yerinə qoymalıyıq. 2x çıx 5-də 2 vur 8 çıx 5. 2-ni 8-ə vurduq 16, 16-dan da 5 çıxsa 11. Cavabımız oldu A variantı. Sonra 11-ci suala baxırıq. 11-ci sualda bizə deyir, həqiqi köklərinin cəmini tapın. Köçürtməyəm, qoy vaxtımızda getməsin. Burada artıq bildik ki, hasil sıfırdırsa hər bir ifadəni sıfıra bərabər eləməliyik. Onda x çıx 5 bərabərdir 0, x bərabərdir 5, bir kökümüz hazırdır. 16 çıx x kvadratı bərabərdir 0. Onda x kvadratı
Baxın, mənfi idi uşaqlar. Sağa atdım, orada müsbət x kvadrat. 16 da yerində qalıb. Ondan işimiz yoxdur. X bərabərdir. Nəyin kvadrat 16 verər? 4-ün. Amma dedik ki, həm müsbət 4, həm də mənfi 4. Plus minus əslində 4 deyirik. Amma mən ayrı-ayrı yazıram ki, daha aydın olsun. 4 də qoysaq, mənfi də 4 də qoysaq, kvadrat 16 verir. Hal-hazırda görünür ki, 3 kökümüz var. Amma biz dedik ki, nəyi yoxlamalıyıq mütləq? Kökdən tapılmayan kök, yəni kənarda tapılan. Kənar tənliyi x çıx 5 idi. X çıx 5-dən tapdığımız kök 5 idi. Gətirib bir dənə 5-i yoxlayaq. 16 çıx x kvadratında 5-i yoxlasaq, yəni köklü ifadədə. Olacaq 16 çıx 5-in kvadratı. Bu da verir 16 çıx 25. 16-dan 25 çıxanda mənfi 9 alındı. Kökün də altında mənfi alınmaz mümkün deyil. Ona görə 5 kökümüzü atırıq. Qalır sadəcə 4 ilə mənfi 4. Deməli, bu köklərin də cəmini soruşur. Deməli, mənfi 4 ilə 4 də toplayanda cavabımız olacaq 0. Çünki əks ədədlərin cəmi 0 verir. 12-ni də eyni özünüz işləyəcəksiniz. 13-cü sual. 13-cü sualda kvadrat tənliyi var. Bir dənə ortada modul var. Burada belə bir modulun xassəsi var ki, şurada x kvadratı elə modul x-in kvadratına bərabərdir. Yəni, məsələn, biz mənfi 4 desək, mənfi 4-ün də kvadratı və yaxud da modulda mənfi 4-ün də kvadratı, bu da 16-ya gəlir nəticədə, bu da 16-ya gəlir. Ona görə də bu qayda yadda qalsın ki, adi x kvadratı ilə modul x-in kvadratı elə eyni deməkdir. Səni silək. Yaxşı, indi onda biz baxırıq ki, x kvadratı modul x kvadratdırsa, onda bu x-i də modulda yazsaq, olur modul x-in kvadratı çıx 5 modul x plus 6. Və hansı misalda ki, özü, hansısa bir dəyişənin özü və kvadratını, mən uşaqlara həmişə deyirəm, özü və kvadratı, özü və tərsi görsəz, birinci orada t əvəzləməsi var. Yəni, nələrsə nəyisə xatırlatmalıdır ki, siz davam edə biləsiniz. Onda biz burada modul x-i görürük. Modul x-ə bir dənə t deyirik. Modul x-imiz t-dirsə, onda x kvadratının yerinə olacaq t kvadratı çıx 5t üstəgə 6. Tənlik bu vəziyyətə düşəcək. Buradan da Viet teoreminə görə köklərinin cəmi müsbət 5 verən hasili 6 verən ədədlər axtarır. Bu da 3 ilə 2-dir. Yəni, modul x-imiz bir dəfə, biz tapdıqlarımız t olan tənliklərdir. Bu t1-i göstərir, onu da izah edir, bu t2-ni. Birinci t1-i qoysaq, gətirir modul x-a, bax burada. Birinci t-nin qiymətini versək 3. Onda x nə olacaq bizdə? Plus minus 3. İkinci, modul x-a 2 kimi baxsaq, x bərabərdir plus minus 2. Və bizə sual verir ki, bu tənliyin ən kiçik kökünü tap. Ən kiçik mənfilərin içini axtaracaq. Yəqin ki, mənfi 3 olacaq. Yəni, mənfi 3-ümüz var, mənfi 2-miz var. Ən kiçiyi mənfi 3 olar. Məsələn, ən böyüyünü soruşsaydı, müsbətlərin içindən 3-ü deyəcək. 14 də eynisidir. Gedirik 15-ə. 15-də bizə deyir, tənliyin köklərinin cəmini tapın. Birinci misalı gözümüz nəzərdən keçiririk ki, kök var. Kök varsa, hər tərəfi yüksəltməliyik kvadrata. Kvadrata yüksəltdik, kvadrat kök apardı, qaldı 3x kvadrat çıx 6x üstəgəl 25 bərabərdir. 5x-in kvadrata yüksəltsək, 5-in kvadratı 25 çıx 5-i x-a vurdıq, 5x 2-yə də vuranda 10x üstəgəl bir də x-in kvadratı. İndi baxırıq ki, ən böyük x kvadratı haradadır? Soldadır. Solda 3 dənədir, sağda 1 dənədir. Ona görə kiçiyi həmişə böyüyün yanına aparırıq. Olacaq onda birinci yazaq 3x kvadrat çıx 6x üstəgəl 25 yazırıq. Atdıq bu tərəfə. 25 oldu çıx 25 üstəgəl 10x çıx x-in kvadratı. Bütün işarələri dəyişdik. İndi qruplaşdıraq. 3x kvadratdan x kvadrat çıxsaq 2x kvadrat. Mənfi 6x ilə müsbət 10x bizə verir müsbət 4x. 25-lər də islah olunur, bərabərdir 0. Bəs bundan sonra tənliyimizi davam elətdiririk. Ortaq vuruq varsa mütləq ortaq çıxartmalıyıq. Bizdə ortaq vuruq
x-dir. Əslində 2x də çıxartmaq olar. Yəni ona vaxt itkisi eləmirik. X-i çıxartdıq. Qaldı 2x. Üstə gəl 4. Bərabərdir 0. Ortaq vurub çıxardına burada artıq vurma yarandı. Vurma yarananda da hasil 0-dırsa, bunların hər birini 0-a bərabərləşdiririk. Bir kökümüz 0 oldu. Bir kökümüzü tapırıq. 2x üstə gəl 4 0-dırsa, onda 2x bərabərdir -4. X də bərabərdir. -4-ü 2-yə bölsək, -2. 2 kök tapmışıq. Yenə tələsmirik. Köklərin cəmini deyir burada. Əslində burada 0 ilə -2-dən artıq toplaya bilərik. Amma yenə də baxırıq ki, yerinə qoyub yoxlayaq. Harada qoyub yoxlayacaqsınız? Kökün cavabında qoyub yoxlayacaqsınız ki, 0-ı qoydum, 5 çıx 0 bizə verəcək müsbət. 5 çıx -2-də qoysaq, mənfilər topqoşu olur 5 üstə gəl 2. Bu da bizə 7 verir. Yenə müsbət alır. Ona görə hər iki kökü götürə bilirik və 0 ilə -2-də cəmini soruşur. Cavab elə -2 olacaq. Sizdə burada artıq -2-ni rahat görə bilirik. 16-nın da eynisini özünüz işləyəcəksiniz. 17. Əslində 17-dən də işlədik, amma yenə də sizin öyrəşməyiniz üçün bunlar lazımdır ki, biz burada göstərək. Demək, bu tip misal verdim. Kökü baxırıq ki, köklü ifadədir. Kökü tək saxlamalıyıq. Sonra kök x üstə gəl 9 bərabərdir. Altını atırıq sağa. Yəni sağ sonunda nə varsa kökün hamısını boşaldırıq atırıq sağ tərəfə. Olur 7 çıx 6 bərabərdir 1. Bundan sonra kökdən azad olmaq üçün hər tərəfi yüksəltdik kvadrata. Kvadrat kök apardı. X üstə gəl 9. Birin də kvadratı 1. X oldu 1 çıx 9 bərabərdir -8. Bir kökümüz var. -8. Cavabda -8-dən başqa cavab olmadığına görə həm də biraz belə misalda ayıq olun ki, bir -8 tapmışsan, cavabda boş çoxluq yoxsa deməli -8-in özüdür. Boş çoxluq olsaydı yoxlaya bilərdik. -8 onsa qoysaq da görürük ki, nədir? İçəridə müsbət 1 alınır. 6 ilə 1-in cəmi 7 verir. Ümumiyyətlə dedikdə kökdən tapılan köklər adətən elə özünü ödəyir. Amma yenə də imtahanda bir dənə kökü olacaq deyə, məsələn, hər mövzudan bir dənə olur da belə deyək, yoxlamağımız məsləhətdir. 19-cu sual. 18 sizə qaldı. 19. 19-da yenə kökümüz var. Hər tərəfi yüksəldirik kvadrata. Kvadrata yüksəldəndə uşaqlar 2 hədlərdə, yəni təkcə belə yazmayın. X kvadratı çıx 1-in kvadratı. Uşaqların çoxu belə yazır. Olmaz. Artıq möhtərizə varsa, bu müxtəsər Roma düsturu olan A çıx B-nin kvadratı kimi açılmalıdır. Yəni A kvadrat çıx 2AB üstə gəl B kvadratı. Həmçinin toplaması da bu şəkildə açılmalıdır. Ona görə biz X çıx 1-in kvadratını açırıq. X kvadrat çıx X-i 1-ə vurda X, 2-ə vuranda 2x. Yəni üstündəki 2-yə vurmalıyıq. Üstəgə bir də 1-in kvadratı da 1. Bərabər. Burada isə kök kvadratı aparıb, daha doğrusu kvadrat kökü aparıb, x üstəgə 5 qaldı. İndi kvadrat olan yer soldadır. Ona görə bunları sağa atırıq. X kvadrat çıx 2x üstəgə 1. Çıx x çıx 5. Bərabərdir 0. X kvadratı çıx 2x ilə -x. İkisinin də işarəsi eyni olanda işarə qalır, özləri toplanılır. Müsbət 1-dir, amma -5-dir. İşarə əks olanda böyükdən kiçik çıxır. Yəni 1-dən də 5 çıxanda -4 bərabərdir 0. İndi bizə deyir, təmin həqiqi köklərinin sayını tapmalıyıq. Əvvəla kökləri tapaq. Demək, cəmi -3-3-ü verir. Hasili isə -4 verməlidir. Birinci düşünürük, nələri vursaq 4 alarıq, 4 ilə 1-i və hansı mənfi olmalıdır ki, toplamda 3 alınsın. Demək, cəm əgər müsbətsə, onda böyük ədəddə müsbət qalır, onda işarəni həmişə veririk kiçiyə. Yəni, nəticədə cəmin işarəsi böyük ədədin işarəsindən həmişə eyni olmalıdır. 2 dənə kökümüz oldu, 4 ilə -1. İndi biz bunları yoxlamalıyıq, mütləq. Çünki cavabda 2 də var, 1 də var, yoxdur sözdə var. Qəti birincidə tənliyimiz hansı formadadır? Həmişə yoxlayanda uşaqlar, sizə testdə necə verirsə, həmin tənlikdə yoxlayırsınız.
Demək, tənlik belə idi. X çıx 1 bərabərdir kök x üstəgəl 5. Birinci 4 yoxlayaq. 4 qoysaq 4 çıx 1 bərabərdir 4 üstəgəl 5-ə. Burada 4-dən 1 çıxanda 3, 4-ün üstünə 5 gələndə 9 eləyir. Bu da 3 eləyir. Ödədi. Deməli, 4-ü götürürük. Mənfi 1-i yerinə qoysaq. Getdik, yerinə qoyduq. Baxın, bu tənliyi də qoyuruq. Yəni, təkrar deyirəm. Yazırıq, mənfi 1 çıx 1 bərabərdir. Kökün altında mənfi 1 üstəgəl 5. Bu da kök altında 4. Mənfi 1 ilə mənfi 1, mənfi 2 eləyir. 4 isə 2 eləyir. Mənfi 2 ilə 2 bərabər olmur. Ziddiyyət yarandı. Ona görə deyir ki, mənfi 1 bizim kökümüz ola bilməz. Demək, yalnız bir dənə 4 ödədiyinə görə tənliyin həqiqi köklərinin sayını soruşurdu. Cavab oldu 1. Tapan kimi gedir 2-ni kruqlanın. 20 də eynisidir. 20-də bir dənə fərq ondadır ki, 19-dan fərq ondadır ki, kökün qabağında 2 var. Bu yaxşı, bunu da yazaq. Yəni, birdən deyirsiniz ki, bəs 2 olsun necə edirəm? Yine hər tərəfə yüksəldir kvadrata. Baxın, bütöv sağda, solda nə varsa hər bir şeyi kvadrata yüksəltməlidir. Açdıq necə açılır? X-in kvadratı üstəgəl 2x-ə vurdu. 2x 2-yə də vuranda 4x. Üstəgəl 2-nin kvadratı 4 bərabərdir. Burada fərq də ondur ki, 2-nin kvadratı da yüksəlirsiniz. 2-nin kvadratı 4 yazırsınız. Kvadrat kökü aparanda qalır x plus 5. Sadəcə x plus 5-i mötərizdə yazırsınız ki, qarma-qarışıqlıq olmasın. Yəni, mötərizəsiz yazsaz, baxın belə. X üstəgəl 5 kimi. Burada sanki 4 yalnız x-ə aiddir. Ona görə belə yazmaq olmaz. Kökdən gələn ifadəni mötərizədə yazmaq lazımdır. Bunu da açsaq olacaq 4x üstəgəl 20. Paylama qanununa görə hər birinə vurur. İndi demək, yenə də sağdakiləri sola atsaq, olacaq x kvadrat üstəgəl 4x üstəgəl 4. Atdıq sola, çıx 4x, çıx 20, bərabərdir 0. Burada 4x-lar islah olunur, çünki biri mənfidir, biri müsbətdir. Qaldı x kvadratı, 4-dən də 20 çıxanda mənfi 16. Tənliyimiz bu şəkildə gələndən sonra buradan x kvadratını saxlayırıq. Yenə mənfi 16-nı sağa atırıq. Onda x də bərabərdir. Kvadrat 16 olan ədədlər demək, müsbət 4, bir də mənfi 4-dür. Yəni, plus minus 4-də deyə bilərik. Amma indi biz axı yoxlamalıyıq burada mütləq. Gətir 4-ü yerinə qoysaq. İndi mən burada bunu silirəm ki, tənliyin əvvəlki vəziyyətinə qayıda bilək. 4-ü qoysaq, olacaq belə. Birinci, mən qoyuram 4-ü. Olacaq 4 üstəgəl 2 bərabər 2 vurulsun 4 üstəgəl 5. Bu da 2 vurulsun 9 deməkdir. 9-dan da çıxacaq 3. 4 üstəgəl 2 6 eləyir. 2 vur 3 də 6 eləyir. Ödədi. 4-ü götürürük. Mənfi 4 qoysaq. Mənfi 4 üstəgəl 2 bərabər 2 vurulsun mənfi 2 üstəgəl 5. Mənfi 4-ün üstünə 2 gəlsək, mənfi 2. Burada isə 2 vurulsun, mənfi 2-ün üstünə 5 gələndə müsbət kök 3. Sağla sol fərqli bir şeylər alındığına görə burada fərqli yaranır. Ona görə mənfi 4-ü götürmür. Yalnız 4-ü götürür. Həqiqi köklərin sayını soruşur. Yenə bir dənə olacaq. Mən 21 eləyəcəm, sizə 22-ni. Məncə artıq məlum oldu ki, necə yollarla getməliyik. Kök ifadə olanda kökləri mütləq ki, tək saxlamaq lazımdır. Kökün qabağındakı işarə mənfidir. Ona görə sağa atıram bunu. Olur müsbət x üstəgəl 6. Bu sağa getdiyinə görə 5-i də sola atırıq. 5 müsbət edir, sola keçəndə mənfi olacaq. Yəni 3 çıx 5 olacaq. Onda kök x üstəgəl 6 bərabərdir. 3-dən 5 çıxanda mənfi 2 olacaq. Burada kvadrata yüksəltməyə ehtiyac yoxdur. Çünki dedik ki, istil modu uşaqlar. İstil cüt dərəcəli köklər. Əgər nəticəsi mənfidirsə, bunu heç işləməyə dəymir. Bunun cavabı olacaq boş çoxluq. Çünki cüt dərəcəli kökdən x-ə nə qoyursansa qoy, oradan heç vaxt mənfi cavabı çıxmayacaq. Yəni belə bir şey mümkün deyil. Cavabımız olur elə
boş, çoxu. 23-cü sual. Demək 23-cü sualda bizdə 1 var 1 qat və modul. Burada bir də var 2 qat. Burada 2 qat modul var. Bir içəridə var. Baxın, qırmızı ilə göstərirəm. Aslında biraz qabağa gətirək. Bax, içəridə olan qırmızı ilə göstərdim. Rənglərimiz hara getdi? Bir də digər modul göstərirəm. Buradaydı. Digər modulda belə göstəreyim. Göylə göstəreyim. Ki, fərqlənsin. İndi uşaqlar, burada deməli, biz 2 dəfə modul işləməliyik. Birinci, göy modulları atsaq. Baxaq ki, sağ tərəfimiz müsbətdir. Göy modulları atanda modulun içində nə görürüksə 2 dəfə yazmalıyıq. Yazırıq, modul x çıx 2 üstəgə 5 bir dəfə 9-a bərabər. Bir dəfə də modul x çıx 2 üstəgə 5 bərabərdir mənfi 9-a. Bunların ayrı-ayrı işləyir. Demək, birinci deyir ki, modul x çıx 2 saxlayırıq. 5-i sağa atsaq 9 çıx 5 bərabərdir 4. Yəni, modul x çıx 2-ni biz 4 aldıq. 4 necə ədəddir, ona fikir veririk ki, müsbət ədəddir. Müsbətdirsə, onda yenidən 2 dənə tənli işləyirik. Modulun içində nə görürük? X çıx 2. Deməli, bir dəfə x çıx 2-yə yenə 4 deyəcəm. Bir dəfə də mənfi 4 deyəcəm. Burada x olacaq 4 üstə gəl 2, 6. Burada isə mənfi 4-ü saxlayıram. Yəni, mənfi 2 sağa keçir, müsbət 2. X ilə bərabər olub mənfi 2. Bir kök mənfi 2 oldu, bir kök 6 oldu. İndi gedirik digər hissəni işləməyə. Modul x çıx 2 bərabərdir mənfi 9. 5-i də sağa atsaq çıx 5. Olur modul x çıx 2 bərabərdir mənfi 14. Baxırıq yenə sağdakı ədədə. Sağdakı ədəd mənfi 14 olduğuna görə bu misalı artıq işləməyə ehtiyac yoxdur. Yəni, davam etdiririk. Soldakı niyə davam etdirdik? Çünki müsbət 4 almışdıq. Ona görə yenidən 2 tənliyə baxdıq. Amma sağda mənfi olduğuna görə bu tənliyə baxılmır. Bəzən uşaqlar soruşur ki, mənim həmişə belə olacaq. Bəzən olur ki, sağ ikinci tənlikdə də müsbət alınır. Orada da 2 dənə tənli işləyir. Onda 4 dənə kök olmuş olur. Yəni, 4 dənə də kök ola bilər. İndi burada hal-hazırda 2 kökümüz var. Mənfi 2 və 6 cavab olur C variantı. 24 sizə qaldı. 25. Kök altında x kvadratı bərabərdir 2. Burada 2 cür yolla gedə bilərsiniz uşaqlar. Demək, birinci yol odur ki, hər tərəfi kvadrata yüksəldərik. Yəni, kök görəndə adətən uşaqların ağlına gəlir. Hər tərəfi kvadrata yüksəltsək, kvadrat kök aparır. Qalır x kvadratı bərabərdir 4. Hansı ədədin kvadratı 4 verir? Müsbət 2-nin, bir də mənfi 2-nin. Bir yolu budur. Bir yolda biz inşallah həqiqi ədədlər keçəcəyik. Orada belə bir qayda var ki, kökün dərəcəsi ilə içəridəki x-in qüvvəti eynidirsə və cüt ədəddirsə, xüsusilə cütlərə aiddir, bu kvadratla kök onsuz da gedir və həmin ifadə modulun içində çıxır. Yəni, modul x-imiz 2 olur və biz bilirik ki, modul x-in 2 olması üçün yenə də x ya 2 ola bilər, ya da mənfi 2 ola bilər. Hər iki halda cavabımız 2 çıxacaq. Yəni, əvvəlcədən ya kökdən azad olmalıyıq, ya da kökü modula gətirməliyik ki, biz onu görə bilək. Hər iki halda doğrudur. Köklərin hasilini soruşur. 2 vur, mənfi 2, cavab oldu mənfi 4. C variantı. 26 eynidir. 27 maraqlı sualdır. Maraqlı və çaşdırıcı sual. Sualların demək olar ki, çox vaxt çaşdığı hissədir. Kəsir gördünüz, narahat olmuruq. Deməli, deyirik ki, əgər arada vurma varsa, deməli, əsasımız da eynidirsə, x-i saxlayırıq. Vurma zamanı üslər toplanılır. Yəni, 2-də 1 ilə 2-də 3-ü toplayırıq. Bu da bizə məxrəc eynidir. Məxrəc qalır. 1 ilə 3 toplasaq 4. 4-ü də 2-yə bölsək 2. Alınır x kvadratı. O da bərabər bizə verir 1. X kvadratımız 1-dirsə, x ya 1-dir, ya da mənfi 1-dir. Yəni, cüt qüvvətlərdə 2 dənə cavab çıxırmışıq. Bəs mən bunlardan hansını götürürəm? Fikir verin, mənfi 1 ilə 1-də var. Mənfi 1 ayrıcadır, 1 də ayrıca verilir.
Biz burada bu qaydanı bilməliyik ki, mənfi ədədin kəsir qüvvətinə baxılmır. Yəni bunun mənası yoxdur. Mənfi ədəd olmamalıdır. Yəni məsələn üstündə yazılıbsa ki, tutaq ki 4/1, içəridə mənfi ola bilməz. Çünki mənfi 4/1 ümumiyyətlə hansı mövzuya aiddir? Kök mövzusunda var. Yəni 4 dərəcədən mənfi 3-ün üstündə 1. Belə oxunur. Mənfi 3 üstündə 4/1. Ya da deyirik ki, içəridəki qüvvəti çöldəkinə bölmək lazımdır. 1/4. Yəni bir sözlə kəsrin qüvvətinin məxrəci həm də kökün dərəcəsini göstərir. Ümumiyyətlə deyəcək ki, mənfi ədədin üstünə kəsir qüvvətə baxılmır. Ona görə də biz burada x-i üstündə kəsirlər olduğuna görə, daha doğrusu 27-də, üstündəki qüvvətlər əvvəldən, yəni mütləq ki, verildiyi yəni əsas verildiyi formadır. Bizim sonradan gətirdiyimiz forma yox. Verildiyi formada qüvvətlər kəsir idi. Demək ki, mən x-in yerinə mənfi qoya bilmərəm. Ona görə gəlirəm, mənfi 1-i atıram, yalnız 1-i götürürəm. Cavabımız olur Y variantı. Sonra gəldik 29-a. Daha doğrusu mən burada 28 dairələməliyəm. 28 özünüz hesablayacaqsınız. 29. Bizə verib ki, 16 minus modul x bərabərdir 14. Bayaqdan deyildik kökü təklə, indi deyil modul təklə. Yəni modulun qabağında görsünüz mənfi yazılır. Yəni bunu ataq sağ tərəfə, olsun müsbət modul x. 14-ü ataq sol tərəfə, olacaq 16/14. Bəzən uşaqlar burada bir dənə bir şey deyim. Deyir ki, müəllimə deyir, x-i sağa atırıq. X-i burada yazmalıyıq əslində. 16 buradadır. 14-də sola atırıq. Çıx 14 belə olmalıdır. Əslində düz deyirsiniz, belə olmalıdır. Amma yadınızda qalsın ki, biz artıq öyrəşmişik ki, x solda olsun, ədədlər sağda olsun. Onların da yerində dəyişəndə problem yoxdur. Əsas odur ki, beynimiz onu qəbul eləsin ki, x bir tərəfdə, ədədlər bir tərəfdə olmalıdır. Ona görə mən bu şəkildə yazdım. Yəni belə yazıb, sonra yerində dəyişib bu hala gələ bilərsiniz. Yəni vaxt etkisi olmasın deyə belə yazırıq. Modul x də bərabərdir 2. Modulun cavabına birinci baxırıq. Modulun cavabı müsbətdirsə, 2 tənli işləyə bilərik. Bir dəfə x-a 2 deyəcəksiniz, bir dəfə x-a mənfi 2 deyəcəksiniz. 2 kökümüz var. Köklərindən də bizdən hasilini soruşur. Mənfi 2-ni də 2-yə alırsaq, bərabərdir mənfi 4. Təkrar deyirəm, uşaqlar sual verəcək ki, müəllim, bəs nə vaxt yoxlayırıq, nə vaxt yoxlamırıq? Heç burada biz yoxlamadıq. Əgər ki, bir x verilibsə və o bir x ya kökün altındadır, ya modulun altındadır, onda oradan tapdığımız x-i yoxlamırıq. Çünki o tənliyin özündən gəlib də. Əgər o modul tənlikdə 1 yox, 2 yerdə x varsa, artıq kökün və modulun içindən yox, digər tənliklərdən gələn x-i mütləq köklə modulda yoxlamaq lazımdır. Bax, görsün, məsələn, 28-də 2 dənə x var idi, mən yoxladım. Sonra harada deyək? Məsələn, harada var idi? Məsələn, 20-ci sualda görsünüz, bir solda x var, bir sağda x var, yoxladım. Amma 21, 22 idi, 24-dür, 26-dır, onları yoxlamadıq. Çünki orada bir dənə dəyişən iştirak edir. 2 dəyişən olanda fərqli qiymətlər alındığına görə məcburuq ki, yoxlayaq. 29 eynisidir, 30 eynisidir. 31-ə baxaq. Demək, 29 daha doğrusu mən yazdım, siz 30 yazacaqsınız. 31-də nə deyir? Hansı tənliklərin həqiqi kök yoxdur? Həqiqi kök yoxdur. Deməli, əgər tənlik kvadrat tənlikdirsə, biz bilirik ki, kvadratın cavabı mənfi ola bilməz. İndi birincidən 31-i araşdıraq. Tutaq ki, biz birincidə x tapmaq istəyirik. Nə yazmalıyıq? 4x kvadratı bərabərdir. Biri sağ atacaqdıq, mənfi 1. Və kvadratın da nəticəsi 4-ə heç baxmasaq belə. Kvadratın nəticəsi mənfi ola bilməz. Deməli, birinci nədir? Boş çoxluq. Bunun kökü yoxdur. Bax, həqiqi kökü yoxdur. Deməli, 1-i götürürük. Sonra gəlir 2-yə. Yazılıb 2 kök altında x bərabərdir mənfi 0,1.
Kökümün dərəcəsi cütdür. Cüt dərəcəli kökün cavabı da mənfi ola bilməz. Bu da boş çoxluq. Deməli, bunun da kökü yoxdur. İkinci. Üçüncüyə baxırıq. Üçüncüdə x-in altındakı ifadə mənfidir. Yəni, burada deyə bilərik ki, kökün altında mənfi ola bilməz. Kökün altında mənfi ədəd ola bilməz. Amma x ola bilər. Çünki sən x-a hələ qiymət verməmsən axı. O dəyişəndir. Yəni, x-a sən mənfi bir qiymət verərsən, içəridə mənfiyə dəyər nə olar uşaqlar? Müsbət. Biz əsas kökün cavabına baxmalıyıq burada. Deməli, üçüncü. 2 kök altında mənfi x bərabərdir. Bu 2-ni sağa atanda olur mənfi 2. Yenə köklü ifadənin nəticəsi mənfi ola bilməz. Bu da boş çoxluq. Yəni, burada bildiniz nəyə görə? Çöldəki 2-nin mənfi olduğuna görə götürün. Həqiqi kök yoxdur. İçəridəki mənfi söhbətinə görə deyil. Çünki burada mənfi x-dir. Mən x-ə bir dənə qiymət verərəm. Məsələn, mənfi 2 verərəm. Onda mənfi vur, mənfi 2, bu artıq müsbət 2 ola bilir. Onun yəni qorxusu yoxdur. 4-də x üstü 4 dərəcəli qiymətin nəticəsi müsbətdir. Burada da x-imiz istənilən qiymət ola bilər. Bunların kökü var. Demək, 1, 2, 3 Y variantı olur. İstəyirsiniz bir dənə 32-də araşdıraq, tam öyrənmək üçün. Yenə həqiqi kökü yoxdur deyir. Burada birincidə nə edəcəm? Mənfi x-in kvadratı bərabər mənfi 1 sağa ya da belə eləyək bəlkə. Yaxşı, mənfi 1 sağa da müsbət 1. İndi x kvadratını tapmaq üçün hər tərəfi mənfi 1-ə vursaq. Bu müsbət x kvadrat olacaq, bu isə mənfi 1. Yenə kvadratın nəticəsi mənfi ola bilməz. Bunun cavabı oldu boş çoxluq. Birincini götürür ki, həqiqi kökü yoxdur. İkincidə də baxan kimi görür ki, kök var, sağı müsbət, solu müsbət. Bu olar. Bu, yəni həqiqi kökü var. Sonra baxırıq, yenə dördüncüdə də x üstü 4-dür. Sağı müsbət, solu müsbət. Bunun da kökü var. Bununla işimiz yoxdur. Gəldi 3 ilə 5-ə baxmağa. Üçüncüdə yenə də kökün altındakı mənfi ilə problemimiz yoxdur. Bu 2-də 1, 2-də 1. Sağa keçəndə olacaq mənfi 2-də 1. Kökün nəticəsi mənfi ola bilməz. Bunu götürürük. Və 5-ci də hər tərəfi mənfi 1-ə vursaq, olacaq burada x kvadrat bərabərdir mənfi 0,1. Və kvadratın da nəticəsi mənfi ola bilməz. Ona görə 5-in də həqiqi kökü yoxdur. 1, 3, 5 cavabımız oldu A variantı. 33. Demək, bizə deyir ki, modul x çıx 2 bərabərdir 3. Modulu görəm kimi əsas gözümüz sağa baxır. Sağ müsbətdir. Müsbətdirsə, onda mən 2 tənli işləməliyəm. Bir dəfə x çıx 2-yə 3 deməliyəm. Bir dəfə x çıx 2-yə mənfi 3 deməliyəm. X bərabərdir 5. X bərabərdir. Mənfi 3-ün üstünə 2 gələndə mənfi 1. Bu da 5-i bir dəfəli yazdım. Bu yazım. Kiməsə aydın olmaz. Mənfi 2 sağa keçir. Ona görə 5 olur. Bu 2 kökümüz var. 5 və mənfi 1. Və bunların hasilini soruşur. Görürsünüz, yoxlamıram. Niyə yoxlamıram? Çünki bir dənə x-imiz var. Bilirəm ki, hər ikisi də ödəyəcək. Cavabımız oldu mənfi 5. Əsas bu şeyləri bilmək lazımdır. Nə vaxt yoxlayırıq, nə vaxt yoxlamırıq, nə vaxt nə iş görürük. Bizə nə deyəndə nə etməliyik. Əsas məsələ budur. 34 sizə qaldı. 35. Tənliyi həll edin. Tənliyi həll edin deyəndə, burada modul x var. Belə baxanda modul olmasa x də gedərdi. Amma modul x var. Modul x olan yerdə belə deyir ki, modul x-in 2-lərin cavabı ola bilər. Ya x-dir, ya mənfi x-dir. Əgər x qoysaq, necə olacaq? 3 vur x böl x çıx x bərabər 2. Burada x-lar gedər. Qalar 3 çıx x bərabər 2. Mənfi x-i sağa atacaq müsbət x. 2-ni sola atacaq 3 çıx 2 1 verər. Yəni birincidən kök tapdıq 1. Bəs mənfi x qoysaq nə olardı? 3 vur. Modulun yerinə mənfi x qoyuram. İçinə yox, yəni əvəzinə qoyuram onu. Böl x çıx x bərabər 2. Yenə buradan x-lar gedir. Amma mənfi işarəsiz qalır. Olur mənfi 3 çıx x bərabər 2. Mənfi x sağa keçir. Olur müsbət x. 2 sola keçir. Olur mənfi 3 çıx 2. Bu da mənfi 5 verir. Demək, bizdən soruşur ki, tənliyi həll edin. Bir kökümüz 1, bir kökümüz isə mənfi 5'dir.
1 ilə mənfi 5. B variantı. Otuz altı da eynisidir. Mod x-ə bir dəfə x, bir dəfə mənfi x kimi baxacaqsınız. 37. Tənliyin həqiqi köklərinin hasilini tapın. Demək, hər birini sıfıra bərabərləşdirsək, hasil üçün ki sıfıra bərabərdir. Deyirik ki, x kvadratı çox 2 bərabərdir 0. X kvadratı bərabərdir 2, x də bərabərdir plus minus kök altında 2. Sonra gəlir digər tənliyə baxırıq. X kvadratı çox 2x üstə gəlinsin 2 bərabərdir 0. Burada Viet teoremini işləyə bilərik. Tutaq ki, deyirik ki, cəmi 2 verən, hasili də nə versin? 2 versin. Belə də fikirləşir ki, həm cəmi 2, həm hasili 2 oranı hansı dayalı? Tapa bilməyəndə uşaqlar, nə edirsiniz? Gedirsiniz, birinci diskriminant tapırsınız. Diskriminantın düsturu b kvadrat çox 4 AC-dir. Olur. Demək, burada yazaq əvvəlcə A-sı 1-dir, B-si mənfi 2-dir, C-si də 2-dir kvadrat tənliyə görə. Yerinə qoysaq, mənfi 2-nin kvadratı çox 4A vurulsun C. Mənfi 2-nin kvadratı müsbət 4 çox 4-ü 2 ilə vuranda 8. Cavab olur mənfi 4. Belə bir qaydamız var idi ki, diskriminant sıfırdan kiçik olanda bunun ümumiyyətlə kökü, yəni həqiqi kökü yoxdur. Üstünə yazaq, həqiqi kökü yoxdur. Həqiqi kökü yoxdursa, onda gedirik əvvəlki tənlidən tapdığımız köklərə. Və burada kök axtarmağın mənası yoxdur. Burada köklərimiz müsbət kök 2 idi, bir də mənfi kök 2 idi. Bunları da vuranda demək, alınacaq bizdə alınacaq mənfi 2. Çünki kök 2-ni kök 2-yə vuranda 2 eləyir. Cavab oldu mənfi 2. Ya da belə deyə bilərsiniz. Mənfi kök 2-ni kök 2-yə vuranda 4. Yenə oradan mənfi 2 çıxır. Cavabımız oldu B variantı. 38-də eynisidir. 39-da tənliyini həll edin. Ümumiyyətlə 37-də qısa da cavab tapmaq üçün belə eləyə bilərdik. Birinci kökün altındakı ifadəni diskriminantını tapdıq. Kök yoxdursa, gəlirik soldakı mötərizəyə baxırıq. Köklərin hasilini dediyinə görə, Viet teoreminə görə hasil sərbəst həddir. Elə cavabımız nə oldu? Mənfi 2. Məsələn, 38-də həmin əvvəlcə diskriminantı yoxlarsınız kökün altındakı ifadə üçün. Əgər diskriminant sıfırdan kiçik olsa, köklərin hasili yenə bizə mənfi 3 verəcək. Çünki kvadrat tənlikdə, yenə deyirəm, köklər hasili Viet teoreminə görə sərbəst həddə bərabərdir. Bəzən belə qısa yollarla işləmək olur. Amma bunun üçün siz çox məşğul olasınız. Bəs 39-u necə işləyəcək? 39-da bayaq dediyim həqiqi ədədlər məsələsi ki, əgər kök və kvadrat varsa, bunlar ixtisar gedir. Amma içəridəki ifadə modulun içində çıxacaq. Bəs burada necə işləyəcəm bunu? Axı, bir dənə kök yoxdur, burada sanki bərabərsizlik işləmilir. Bəli, belə misallarda bərabərsizlik işləyəcəksiniz. Necə işləyirik, onu izah edəcəm. Əgər uşaqlar modul x-dan müsbət x çıxıbsa, deməli, biz buna x böyük bərabər 0 şərti verməliyik ki, bu müsbət çıxsın. Yəni, x müsbətdir, cavab müsbət çıxır. Yox, əgər modul x-dan mənfi x, yəni içərdəki ifadənin işarələri dəyişmiş formada çıxıbsa, deməli, burada x-a 0-dan kiçik bərabər şərti verilir. İndi biz baxırıq ki, solda da x çıxır 3-dür, sağda da x çıxır 3. Yəni, heç bir işarə dəyişimi yoxdur. Demək, işarə dəyişimi yoxdursa, olduğu kimi çıxıbsa, biz bu içindəki ifadəyə, yəni x çıx 3-ə, birinci şərtimizi, yəni böyük bərabər 0 şərtini verməliyik. Onda burada olacaq x böyük bərabər 3. 3-dən böyük bərabər olmaq nə demək? Yəni 3-ü də götürürük, qapalı mötərizə və böyük o demək ki, müsbət sonsuzluğa kimi. 3 müsbət sonsuzluq qapalı mötərizə ilə olacaq Y variantı. 40 da bundandır, 41. 41-də modulu təkləyirik, x-i atıraq sağ tərəfə. Olur 1 çıx x. Mütləq. Bunu görməliyik. Bəs bundan sonra nə iş görməliyəm? Ona baxacaq. Bundan sonra modulda
İndi biz 1x-in müsbət ya mənfi olduğunu hələ bilmirik. Tutaq ki, mənfi olsa hansısa kök olmayacaq. Amma müsbət olsa biz deyirik ki, bizdən köklərin cəmini soruşur da burada. Sağ tərəf ədəd olanda biz deyirik ki, bir dəfə müsbət və bir dəfə mənfisini istifadə edirik. Burada da o qaydanı tətbiq eləmək olar. Nə yazacaqsınız? 2x-1 bir dəfə sağdakı ifadəni olduğu kimi yazırıq. Bir dəfə də 2x-1 yenə yazandan sonra sağdakı ifadənin mənfisini yazmalıyıq. Yəni sağ müsbətdə olsa, mənfi olsa o cavab çıxacaq. Bəs bu necə işləyir? Baxaq. 2x mənfi x atda sola plus x mənfi bir də keçir sağa 1 plus 1 oldu. 3x bərabərdir 2 x bərabərdir 2 bölünsün 3. Bir kökümüz buradadır. Bunu açsaydı mənfi 1 üstəgə x olardı. X sola keçəndə 2x çıx x bərabərdir mənfi 1. Bu mənfi 1 sağa keçəndə müsbət 1. Mənfi 1 ilə 1 islah olunur 0 verir. Qaldı x 2x-dan x çıxanda x də bərabər 0. 2 kökümüz var. 0 və 3də 2. Köklərin cəmini soruşur. Bunları cəmləyəndə elə bizə 3də 2 verəcək D variantı. 42 sizə qalır. Bunun şöyle başqa bir yolu da var. Modul tənlikləri belə işləmək üçün, əgər sağ tərəfim belə deyək ki, x-li ifadə verilibsə, kvadrata yüksəltmək. Yazaq buradan, bu üsulda bilin, kvadrata yüksəlt. Yəni, istəsəz, bu daha rahat gəlsə, bununla işləyin. Yəni, 2x çıx 1 soldakı ifadəni kvadrata yüksəldirir, 1 çıx x-i da kvadrata yüksəldirir. Sadəcə, burada müxtəsər tətbiq edilməz. 2x-in kvadratı 4x kvadrat çıx 2x-i 1'ə vurub 2'ə vuranda 4x plus 1'in kvadratı. Burada da 1'in kvadratı çıx 2x üstəgəl x-in kvadratı. Bunları sol tərəfə atsaq. Deməli, buradan əslində görsənir ki, hər tərəfdə 1 var. 1'lər islah olunur onsuz da. X kvadratı sola gəlsə olacaq 4x kvadratı çıx x kvadrat çıx 4x. Bu mənfi 2x-i sola atsaq plus 2x. 4x kvadratından çıxanda olur 3x kvadrat. Bu da bizə verir mənfi 2x bərabər 0. Buradan ortaq x-i çıxartsaq, qalacaq 3x çıx 2 bərabərdir 0. Bunların da hər birini 0-a bərabərləşdirsək, x bərabərdir 0. 3x çıx 2 bərabər 0-dan 3x bərabərdir 2, x də bərabərdir 2 bölü 3. Yenə də köklərimiz 0 və 3-də 2 alınır. 43-cü sualda 2 dənə kökümüz var artıq. Yavaş-yavaş misallarımız mürəkkəbləşir. Burada uşaqlar 2 yol var. Birinci yolumuz yol odur ki, yəni qiymətlərdə variantları yerinə qoyub yoxlamaq. Ki, cavab 0 olsun. Cavabları da yerinə qoyanda baxıram ki, 3 ödəyir. 3 çıx 3 0. 2 3-ə vursaq 6, 6 çıx 6 0. Ümumiyyətlə, köklərimiz ona da fikir verir ki, cüt dərəcəli kökdür. Cüt dərəcəli köklərin cəmi də hansı da 0-a bərabərsə, bunların hər birini 0-a bərabərləşdirmək lazımdır. X çıx 3 bərabərdir 0, x də bərabərdir 3. Həmçinin 2x çıx 6 bərabərdir 0, 2x bərabərdir 6, x də bərabərdir 3. Yəni, hər ikisindən də 3 çıxacaq. Cavabımız oldu Y variantı. Yenə də 44-də. Deməkcəm, ümumiyyətlə belə bir şey də qeyd edeyim. Əgər dəyişənlər kökünün altındadırsa, cüt dərəcəli kökün altındadırsa və yaxud da modulun altındadırsa və yaxud da cüt dərəcəli mötərizə, yəni qüvvətimiz cütdür. Bu şəkildə görsəz, istəyir cüt dərəcəli kök, istəyir cüt dərəcəli mötərizə və ya modul. Bunların cəmini ayrı-ayrı da görə bilərsiniz, yəni 2 dənə kök də görə bilərsiniz, indiki bizim misaldakı kimi. 2 dənə cüt dərəcəli mötərizə də görə bilərsiniz və 2 dənə modul da görə bilərsiniz. 3 dənə də ola bilər, 5 dənə ola bilər, fərqi yoxdur. Əgər cəm 0-a bərabərdirsə, onda bunların hər birini 0-a bərabərləşdirmək lazımdır. Bunların hər biri 0-dır. Bunu yadda saxlayın. Sonra gəlirik 45-ci suala. A parametrinin hansı qiymətlərində bu tənliyin həlli var? Tənliyin həlli deyəndə nə başa düşür? Birinci ona baxaq.
Tənliyi həll eləmək, onun kökünü tapmaq deməkdir. Kök də biz bilirik ki, tənliklərdə x-dir. A, burada əsasən parametr, yəni hansısa bir əmsaldır, dəyişəndir. Dəyişən yoxdadır, əmsaldır, bir ədədi qiyməti var onun. Biz x tapmalıyıq. İndi baxırıq ki, sağda necə x-dir? 2ax. Solda da yenə 2ax var, amma x yəni mənfi ola bilər, müsbətdir. Çünki modulun içindədir. Biz indi eləməliyik ki, A, yəni soldakı ifadə sağdakı kimi müsbət olmasın. Çünki müsbət olsa, belə deyək uşaqlar. Onda bunlar nə edəcək? İslah gedəcək, yəni bütöv formada. Qalacaq yerdə 2 bərabərdir, -3. Bir tənliyin onda hansı hissəsini tapacaq? Yəni x yoxda xalimizdə. Ona görə biz x-i qoruyub saxlamağımız üçün sol tərəfdəki x-a deməliyik ki, onun işarəsi eyni olmasın. Yəni sağdakı müsbətdirsə, soldakı gərək mənfi olar. Onda deyirik ki, A sıfırdan gələn nə olsun? Kiçik olsun. Mənfi olmaq şərti sıfırdan kiçik olmaq şərtidir. Cavabımız olacaq B variantı. Burada A variantı da var. Məsələn, A kiçik bərabər sıfırdan. Onu götürmürük. Niyə? Çünki sıfır olsa, bu da sıfır, bu da sıfır. Yenə də x-lər gedir. Aydındır. Çünki sıfır x-a vursa sıfır alınacaq. Biz x-i qoruyub saxlamalıyıq ki, tənliyin həlli olsun. Tənliyi həll edilir. Ona görə A-ya sıfırdan kiçik şərti veririk. 46 da eynisidir. Tənliyin həlli var deyir. Tənliyin həlli olması üçün sağ 3ax-sa sol -3ax olmalıdır. Ki, ixtisar getmir, yəni islah olunmasınlar. Cavabımız yenə A variantıdır. Yəni, bunlar şifahi suallar idi. 47-ci suala baxaq. Görək, bəs 47-də nə istəyir? İndi 47-də bayaqda 2 dənə kök var idi, amma cəmi 0 idi. O rahat idi. Hər birini 0-a bərabərləşdirdi. Amma burada 2 dənə kök var və cəm 0, həm fərqli, həm də 0 deyil. Biz onda nə etməliyik? Onda yenə də uşaqlar, böyük ədədlər olan kökü, yəni kökün birini həmişə təkləyirik. Balaca kök x2 var. Balaca kök x-i gəl ataq sağa. Atsaq sağa olacaq 3, üstə gəl kök x olacaq. Bundan sonra bildiyimiz qayda ki var, hər tərəfi kvadrata yüksəldir. Buradan kvadrat kök aparır, çünki ümumi kökdür. Buna diqqətli olun. Olur 2x üstə gəl 9. Burada sən müxtəsər vurma düsturunu tətbiq edirik. 3-ün kvadratı 9. 3-ü kök x-ə vursaq 3 kök x. 2-yə də vursaq 6 kök x. Plus kök x-in kvadratı x. Demək, bizdə əlimizdə nə qaldı burada? Bunları ataq sol tərəfə hamısını. Burada 9-lar islah olunur. Sağda solda 9 var. Demək, 2x-dən çıxacam x-i. Bir də 6 kök x də sola gedir. Olur -6 kök x. Sağda qaldı 0. x-dən x çıxanda x. Burada da 6 kök x. Bərabərdir 0. İndi biz burada ya t əvəzləməsi aparmalıyıq. Ya da elə başa düşürsə kök x-in özünü də mühtərizə xaricdən çıxarda bilərik. Belə deyək. Əslində qovunu da başa salaq. X-i uşaqlar kök x-in kvadratı kimi göstərmək olar. Çünki tezdən kvadrat kökünə ixtisar gedəndə nə qalacaq? X. Baxın, burada göstərim. Kvadratla kök deyəndə yenə x qalır. Ona görə istənilən x-i biz kök altında x kvadrat kimi göstərə bilirik. Onda buna kök x-in kvadratı kimi baxsaq. Hər ikisində kök x var deyə kök x-i mötərizə xaricdən çıxartsaq. Qalır kök x sıx 6 bərabərdir 0. Hansı 0-dırsa hər bir vuruğu 0-a bərabərləşdiririk. Deyirik x bərabərdir 0 bir kök. Bir də deyirik kök x sıx 6 bərabərdir 0. Buradan da kök x bərabərdir. -6-ın sağa atsaq müsbət 6. Və yenidən bu kökdən də azad olmaq üçün hər tərəfi kvadrata yüksəldirik. Kvadrat kökü apardı. X də bərabərdir 36. Bir 0 aldıq. Bir 36 aldıq. Bizə deyir ki, tənliyin köklərinin cəmini tapın. 0-la 36-nın cəmi bizə verəcək 36. Yəni, burada yoxlamaq da olar. Görürük ki, 0 da qoysaq nəticəmiz müsbət olacaq kökün altında. 36 da qoysaq nəticəmiz həm cavabımız 3 alınır, həm də nəticəmiz müsbətdir. Yəni, kökün altında mənfi ifadə alınır. 48 eynisidir. 49. 49 maraqlıdır. Həm burada uşaqlar belə deyək, irrasional tənlik var. Yəni, köklü x-imiz var, fikir verin.
Həm ümumi tənliyə baxanda kəsr tənlik var, həm də rasional tənlik var. İki tənlik bir yerdədir. Yəni burada modul yoxdur, amma irrasionalla rasionalın qarşılığıdır. Bəs biz nə etməliyik? Biz onu eləməliyik ki, əgər kəsir görsək, kəsirin ümumiyyətlə qaydası budur ki, əgər kəsirin qiyməti sıfırdırsa, onda surəti sıfıra bərabərləşdiririk, məxrəci sıfırdan fərqli götürürük. Yəni surət sıfır ola bilər. Kəsirin qiyməti surətin hesabına sıfır olur. Yəni surəti sıfır olsa, sıfırı nəyə bölsək sıfır alırıq. Amma məxrəc heç vaxt sıfır ola bilmir. Bu qaydaya çıxış edərək biz deyirik ki, onda surəti sıfıra bərabər eləyəcək. Surət hasildir. Hasil sıfıra bərabər olması üçün, yəni belə yaza bilərik istəyirsiniz. X vur x üstə gəl 2, x kvadrat çox 4 bərabərdir 0. Hasil sıfırdırsa dedik ki, onda bunların hər birinin, yəni qrupların hər biri sıfır olmalıdır. Ya da indidən gözünüzü öyrəşdirin, surətdə olan hər bir ifadəyə sıfıra bərabər eləməlisiniz. Bunu belə yazaq. Amma məxrəzdəki ifadəyə isə sıfırdan fərqli yazmalısınız. İndi birinci bunu həll edək. Birinci x bərabər 0 bir kök oldu. İkinci x üstə gəl 2-yə 0-dırsa x bərabərdir -2 ikinci kökümüz. Və üçüncü x kvadratı 4 bərabərdir 0, x kvadrat bərabərdir 4, x-in də 2 dənə kök çıxır, plus minus 2. Gəlin bunu ayrı yazaq, müsbət 2, bir də müsbət yazmaq edəcək, bir də -2. Hal-hazırda görünür ki, 4 dənə kökümüz var. -2 2 dəfə təkrarlanır, əslində 3 dənə 0 var, -2 var, bir də 2 var. Bəs biz hansını yoxlamalıyıq? Məxrəcə diqqətlə baxır. Məxrəcdə var, məxrəcdə var, kök altda x, çıx, kök altda 2. Biz bir yerinə qoyuruq. Birinci, 0 qoysaq, olacaq kəsirin məxrəcində kök altında 0, çıx, kök altında 2. 0 qoyduq, 0-dan 0 çıxacaq, çıx kök altında 2, olacaq mənfi kök altında 2. Yəni məxrəc 0-a çevrilməli. İkinci, -2 qoyuruq. -2 qoyanda məxrəcdə olacaq kökün altında -2, çıx kök altında 2. Burada baxırıq ki, kökün altında mənfi ədəd ola bilməz. Cüt dərəcəli kök daxil. Ona görə -2 ödəmir. Biz davam elətdirmirik. Üçüncü, demək 0 ödədi, -2 ödəmədi. Bunu atdı. İndi 2-ni yoxlayırıq. Yenə kəsr xətt çəkirik. Kökün altında x-in yenə 2 qoyanda, bu da 2. Kök 2-dən də kök 2 çıxanda 0 alınır. Bizdə bir ki, məxrəc 0 ola bilməz. Demək, burada qeyd edeyim. 2-ni də nə götürmür. Əssalam, bir dənə kök ödədir. O da bizdə 0 köküdür. Sualda belə neçə həqiqi kökü var? 1 həqiqi kökü var. 50 özünüz işləyəcəksiniz. 51-ə baxaq. Artıq bu tiplər çox asan gəlməlidir sizə. Baxırıq ki, hasil 0-dır, hər birini 0-a bərabər edirik. Amma diqqətli olacaqsınız, 2 yerdə x olduğuna görə yoxlamalısınız. Məsələn, getdik. Birinci yazırıq ki, 51-dən x kvadratı üstə gəl 5x bərabərdir 0. Bir dəfə də kökün içindəki ifadə x üstə gəl 3 bərabərdir 0. Bu asandır, bunu həll edək. X bərabərdir -3. Burada isə x-i ortaq çıxarmalıyıq ki, işləyə bilək. X üstə gəl 5 bərabərdir 0. Burada da yenə hasil 0-a bərabərdir. Tezdən bunun içindəkiləri də 0-a bərabərləşdiririk. Bir kökümüz 0 oldu. Bir dəfə də x üstə gəl 5 ilə 0-a bərabər eləsək, x-i -5 taparıq. Dediyim kimi, kökdən tapılan kök, yəni -3, onsuz da ödəyəcək. Bundan işimiz yoxdur. Gedirik, əsas yoxlayırıq 0-dan -5-i. 0-ı qoysaq, tənliyimizi qabağa gətirin. 0-ı qoysaq, əsas da kökün altında qoyursunuz uşaqlar. Kökün altında 0 üstə gəl 3 müsbət verir. -5 qoysaq, -5 üstə gəl 3. Onda bizə kök altında -2 verir. Mənfi də ola bilməz axı. Mənfi ola bilmədiyinə görə -5 ilə götürmürəm. Demək, ya -3 ilə bir də 0-ı götürürəm. Tənliyin neçə həqiqi kökü var? Tənliyin 2 həqiqi kökü var. -3 və 0. 52 sizə qaldı. 53. Tənliyi həll edin.
2 dənə kök var yenə və bir də 3 var. Dediyim kimi böyük kökü saxlayırıq. Yəni kök x üstəgə 3'ü saxlayırıq. Kök x'i sağa atırıq. 3 çıx kök x. Sonra kökdən azad olmaq üçün hər iki tərəfi kvadrata yüksəldir. Yüksəltdi oldu x üstəgə 3 bərabərdir kvadrat kök apardığına görə. Bunu da müxtəsərə görə açsaq 9 çıx 3'ü 2 6 kök altında x plus kök x'in də kvadratı bizə x verər. Sağda solda x'lar islah olundu. Mənfi 6 kök x'i ataq sola olsun müsbət 6 kök x. 3 də ataq sağa. 9'dan 3 çıxanda bizə verər 6. 6 ilə də 6'nı ixtisar eləsək kök x bərabərdir 1. X də bərabərdir. Hər tərəfi yenə kökədə kvadrata yüksəldə bilərsiniz. Bu da sual verə bilərsiniz ki, hansı ədədin kökü 1 verir? Təbii ki 1. Kvadrat kök apardı. 1'in də kvadratı oldu 1. X'i 1 tapmışıq. Deməli bizdə 53-cü sualda tənliyidir, həll edin. Bir də gətirib yerinə qoyanda baxırıq ki, həqiqətən də olacaq 1 üstəgə kök 1 qoysa 1 ilə 3'ün cəmi verəcək bizə kök 4. 4'dən də 2 çıxacaq. Həqiqətən də 3 verir. Ona görə cavabımız olur D variantı. 54 sizdə qaldı. 55 şifahi eləyək bunu. Əslində 55'i bayağı dediyim kimi modul x'i bir t deyirsiniz, t kvadratla işləyə bilərsiniz. Amma bu tip suallarda biraz ayıq olur. Köklər cəmi deyir. Tənliyimiz də uşaq necə tənlikdir? Kvadrat tənlik, düzdür. Kvadrat tənlik deyəndə köklərinin cəmi biz necə yazmalıyıq? x1 üstəgəl x2 gəlib x'in qarşısındakı mənfi 3'ə baxmalıyıq. Mənfi 3'ün də əksinə verəcək bizə müsbət 3. Sadəcə bu x'in qarşısında, daha doğrusu x'imiz modulda olduğuna görə bu bir dəfə müsbət qiymət ala bilir. Bir dəfə mənfi qiymət ala bilir. Ona görə cəm bir dəfə müsbət 3 alır. Bir dəfə mənfi 3 alır. Və bunları da cəmləsək bizə 0 verər. Bizə nə deyir ki, köklərinin cəmini tapın. Köklərinin cəmi 0. 56'da isə köklərinin hasilini soruşur. Ona görə biz bunu işləməliyik. Köklü ifadəni solda saxlayırıq. Kök 5x minus 1 bərabərdir. Mənfi 1 atırıq sağa ki, bizə mane olmasın. X üstəgə 1. Bundan sonra hər iki tərəfi yüksəldirik kvadrata. Kök kvadratı apardım. Oldu 5x çıx 1 bərabərdir. X kvadratı üstəgəl 2x üstəgəl 1. Bunları açaq sağ tərəfə olacaq. X kvadrat 2x üstəgəl 1 yazaq. 5x keçdi oldu çıx 5x. Mənfi 1 keçdi oldu müsbət 1. Əlimizdə qaldı x kvadrat. 2'dən 5 çıxanda 3x. Yenə də 1 toplasaq 2. Cəmi 3 verən hasili 2 verən ədədlər. Bu da 2 ilə təbii ki 1'dir. İndi bizdən 56'da köklərin hasilini soruşur. Biz yerinə qoyub yoxlasaq. Yerinə qoysaq yoxlasaq. 2'ni yoxlasaq. Misalımız budur. Olacaq kökün altında 5 vur 2 çıx 1 çıx 1 bərabər x'in yerinə 2 qoyaq. Görə həqiqətən öncük yoxsa. 5'i 2'yə vursaq 10. 10'dan 1 çıxanda 9. 9'dan da çıxır 3. 3'dən də 1 çıxanda 2 ödəyir. Deməli 2'ni götürürük. 1'i yerinə qoyaq yoxlayaq. 5 vur 1 çıx 1 çıx 1 bərabər x'in yerinə 1 qoyuram. 5'i bura vurdum 5. 1'in çıxanda 4. Buradan 2 çıxar. 2'dən də 1 çıxanda yenə 1 ödəyir. Hər iki kök ödəyir və tənliyin köklərinin hasilini tapın deyir. 2 vur 1 2. Yəni əslində bəzən uşaqlar deyir ki, müəllim, elə biz burada hasil 2 tapmışdıq da, niyə götürmədik? Bəzən olur ki, hasil 2 görə bilirik, amma ayrıca kökləri tapanda, araşdıranda görürük ki, kökün biri alınmır. Və onu yəni baxmadığımıza, araşdırmadığımıza görə gəlib cavab səhv çıxa bilir. İndi bu təsadüfdən, yəni hasillə oradakı köklər ödədiyinə görə hasil düz gəlir. Yenə deyirəm, yəni elə misallar olub ki, bu şəkildə işlənilib, uşaqlar işləyiblər. Ki, elə hasil mən 2 tapmışam, tutaq ki, başqa bir misalda. Amma cavab başqa bir cavab çıxır. Uşaqlar deyirəm ki, bəs onu araşdırmalısınız, kökləri tapıb yoxlamalıyıq. Ondan sonra siz deyə bilərsiniz ki, ödəyirsə, həqiqətən də hasil elə 2'dir.
ödəmirsə, deməli köklərdən biri hansı ödəyirsə onu götürəcəksən. Burada cavab oldu B variantı. 7 sizə qaldı. 58 köklərinin cəmini soruşur. Burada da yenə hər birinin hasil sıfırdırsa hər birini sıfıra bərabərləşdiririk. 58. Bir dəfə x kvadrat çıx 1 sıfıra bərabərləşdiririk. Bir dəfə 1 çıx 2x-i sıfıra bərabərləşdiririk. Əslində bundan bayaq işləmişik. Kvadratı 1-dirsə, onda özü də bir dəfə müsbət 1-dir, bir dəfə mənfi 1. 2 kök buradan gəldi. Burada da mənfi 2x atsaq sağa, olur müsbət 2x, solda da qalıb 1. X ilə bərabərdir, 1 bölünsün 2. Yəni 0,5. Sual belədir ki, köklərinin cəmini tapın. İndi biz burada yoxlamalıyıq. Harada yoxlayırıq? Dediyimiz kimi kök altı ifadədə. Bax, kök altı ifadədə. Kökdən tapdığımız ifadə hansıdır? 0,5. Yəni bu 100% ödəyəcək. Əsas bu 1 ilə mənfi 1-i yoxlamaq. Yəni yoxlayaq. 1-i yoxlasan, olacaq kökün altında 1 çıx, 2-ni 1 alırsan, olacaq 1 çıx 2, bu da bizə verir mənfi 1. Kökün altında mənfi 1 ola bilmədiyi üçün, deməli mən 1 kökünü də götürmürəm, atıram 1. Gətir mənfi 1-i yoxlayıram. Olacaq yenə kökün altında 1 çıx, 2 vur mənfi 1. Olacaq 1 çıx, mənfi 2-ni mənfi 1-ə vursaq müsbət 2. O da müsbət 2, 1-in üstünə 2 gəlir 3. Müsbət halda ödəyir. Deməli bizim köklərimiz mənfi 1 oldu, bir də 0,5. Bu köklərində bizdən cəmini soruşur. Mənfi 1 üstəgəl 0,5 bizə verir mənfi 0,5. Çünki işarələr fərqlidir, böyükdən kiçik çıxıb, böyüyün işarəsini yazmalıyıq. C variantı. Görürsünüz, burada yoxlamaq var. Yoxlama saydı. Mənfi 1 ilə 1 toplayacaqdır, müsbət, daha 0 olacaqdır. 0,5 ilə götürsəydim, elə cavabı B götürəcəkdim. Amma nəticədə gördüm ki, yox, B deyilmiş. Sən demə, C-ymiş. 59-u siz işləyəcəksiniz, 60-da eynisini işləyəcəksiniz. Burada 121, yəqin ki, bilirsiniz, 11-in kvadratıdır. 61. 61 çox maraqlı sualdır. Fikir veririk ki, kökləri vurub və cavabda x var. Yəni 0 olsa hər birini 0 eləyərdik. Amma içərdəki ifadələrdə müxtəsər vurmadı üstünə görə bir-birinin qoşmasıdır. Onda biz bunu bir dəfəli belə yaza bilərik. 8-in kvadratı çıx x-in kvadratı bərabərdir x-a. Burada olur kök altında 64 çıx x-in kvadratı bərabərdir x. Sonra kökdən azad olmaq üçün hər ikisini kvadrata yüksəldirik. Kök kvadratı aparır, olur 64 çıx x kvadrat. Burada da olur x-in kvadratı. Mənfi x kvadratını sağa atsaq, x kvadratı üstə gəl x kvadratı olacaq, işarə dəyişəcək, bərabərdir 64-də. Olur 2x kvadratı 64, x kvadratı da bərabərdir. 64-ü 2-yə bölsək, olur 32. X kvadratı 32-dirsə, x-i tapmaq üçün plus minus, belə yazırıq, kökün altında 32. Çünki kvadratdan 2 kök çıxır. İndi 32 bəs nə demək? Necə parçalayırıq? Kök mövzusunu dedik ki, elə bir parçalamaq lazımdır ki, birindən mütləq kök çıxsın. Cüt ədəd olduğuna görə 2 vur 16 kimi yoxlayaram. Həqiqətən 16-dan 4 çıxar. Və plus minus 4 kök altında 2-dən heç nə çıxmaz. Bəs indi hansını götürəcəm, hansını götürməyəcəm? Çünki 2 kökümüz var. Əslində cavabda bir dənə müsbəti yeni verir, amma birdən ola bilər ki, mənfisini də verər. Siz nəyə fikir verəcəksiniz? Burada misala diqqətlə baxın uşaqlar. Kökün hasillərinin cavabında nəticədə x var. Biz x-a mənfi 4 kök altı 2 versək, elə çıxır ki, köklərin hasil mənfi verir. Bu da doğru deyil. Ona görə belə yazılır ki, mənfi 4 kök altı 2-ni götürmürük. Ancaq hansını götürürük? 4 köklə 2-ni. Mənfi 4 kök 2-ni ona görə götürmürük ki, cavab mənfi ola bilməz. Bax belə, cavabımız olur Y variantı. Bu videonu burada saxlayıram ki, videomuz çox uzun olub sizi yormayaq. İkinci hissəsini, yəni 60-a qədər gəldi, 60-dan da 120-yə qədər inşallah növbəti videoda görüşərik. Sağ olun, salamat qalın uşaqlar.